Yeni bir karismatik videosu hər kəs salamlayıram. Bugün karismatik güncəlləmə gəlib. Təbii ki, ona baxacağıq və girdik. Yalnız 2005 bir maşın gəlib. Burada Formula 1-i xatırlayıram. Bir də Vega adlı Opel Astra'nı xatırlayıram. Yalnız 2005 tane yeni maşın gəlib. Yeni bir liman gəlib. Sonra günlük meydan oxumalar. Yəni günlük görevlərdə elirsiz pul falan verir. Duellə dabəti. Yəni qarşılaşdırırlar bir-birlərinə. Və buradan ayarlardan duello davetini açıb bağlaya bilirik. Oradan o Formula 1 görürsüz pullandı. Yəni gəlin bu sürətinə baxaq. 385 sürət var. 8 manat 770 deyir. Nə az ağırlığı. Yəni buradan benzin açmalı. Başqa heç açma olmur. Bomba bir like, bomba bir yorum gəlsə, yəni nə qədər istəsə almağımı yorumda yazar. Və çaldıq deyirəm. Cəmdən gələk limanıza da baxaq. Nə oyuna girsin təmiz. O duellə davetini zad göstərim sizə. Oyuna nəsə girən kimi ancaq belə göstərir. Bir ki oyuna təzdən başlamışıq eləmişik. Yəni girək minək maşına. Opey. Bağla qapını. Sonra sür qarajdan çıx. Nömrəyə bax, nömrə Carsim 2-nədir la. Nömrə Carsim 2-nədir. Nömrəni kim qoyub Carsim 2? Buradan çevrimçisə də şey gəlir, çevrimçi. Ben duelə davetimi elə açıb bağlama olur. Bilmirəm hansı açmaqdan, hansı bağlamaqdan, amma nəysə. Qrafik etkilər. Etkilər var idi, yoxsa yox? Etkilər deyəsən yox idi dostlar. Yoxsa var idi, heç özümə bilmirəm. Gəlin bir təzə limana gedək. Qarajdan təzə liman görərdadır. Ben təzə liman mən bilən burada ola bilər. Oyunu biraz kasır, amma nəysə. Təzə yəqin burada olar. Deyirəm da buradadır. VIP karşısı 100 dənə vegan 100 dənə ala bilərik. 175.000, 414.000, 150.000. Ucuz da limona baha deyil. Limonun yanındakı şeylər baha deyil. Gəlin buradan atölyəni işarət eləyək. Yavaş gedək ora. Deyim ki, belə tip videoların gəlmək üçün qəşəng bəyan atmağı unutmayın. Öyrədici nə ilə belə. Buradan bir də kontrollərdən bir də bunu artırım tam da. Sonrasında trafik artırmışıq. Bir dənə qrafika bir dənə diqqətlə baxın. Qrafik elə bir qəşəngdir ha dostlar. Elə bir qəşəngdir qrafik. Bir amca kasır, ona görə kasmır. Bu nədir bə burada? Günlük ödüllər baxın buradadır. Bir kas keçsi zıpla, bir əvəz zıpladıq indi, tullandıq. Yəni bir dənə 2 əvəz tullanaq 5000 pul versin. Gələ böyle turbo taxardıq. 1500 pulumuzu götürdük qəşəng sərfə. Tullanmışsa. Amma tullamayacaq, nəsə gedək. Sür içərdən. İçəri baxın dostlar, içəri komfort deyil abi. Qəşəng qrafiki var deyə, komfort kimi görsənir. Təzə şəhərə gedirik də. Buradan bir də arancıraq xəstə girdik bura. Qabağımıza reski maşın çıxmıyor. Burada karban kimi teleport olur maşınlar. Işınlanır adamın yanına. 1600 metrdən sonra çatırıq. O da çox qalmayıb. Maşın top speed'e görə bilərik. Oralarından keçirəm. Sağa sola gedim. Oba az qalsın dəymişdim. 146, 150, 1100 kilometr qalıb. Qarış mənə gördü keçdi o tərəfə. Bundan götürək. Başqa maşın yoxdur gedək. Sola getməliyik də. Qabaqdan gedərik mənə sola. Yox, səhv getdik. Qabaqdan sola dönüb ora gedəcəyik də biz. Körpü deyə bu. Nəsə gəlin buradan dönək. Yəni səhv getmədə bəyə gedirik. Çatırıq. 600 metr, 500 metr çatırıq. Görək. Bu nədir ola? Bu nədir ya? Sən girmədim ha bundan sonra. 7529 pulumuz oldu. Burada bir dənə taslaq var. Nəsə taslaq lazım deyil. Bir dənə tıklamaqla taslaq zad ala bilirik. Nəysə gedək. 0.3 tez satırıq ora. Polis maşını. Bir dəqiqə dostlar, bir dəqiqə. Bir dəqiqə dostlar. Bu nədir dostlar? Bu nədir belə? Kameram biraz o tərəf eləyim. Yəni gözünü dostlar. Nədir belə? Pul verəcək aparanda. Məzələrsən. Şu təzə şəhərdə. 130.000 pul verir. Nəsə düşək. Çox da qıqam.
Elə bildim mən bunu oxuyam, bu mən oxuyurmuş. Ha, bu niyə getmir qaqa? Elə bildim ki, bunu oxuyacağam, maşını sürəcəm. Sən deyirəm. Vay, tullan ancaq özə bizə. Nəsə gedək. O, maşınımızın qabağına günə qaldı, hə. Tez girək bura. Tez sürək. Qapını da bağlayaq. Görək. Nə qədər 300 metr. Xəritədən baxana çatmış kimi olur. Maşın gəlməsə keçdik. Aranı çırdıq. Orada da bir dənə taksi var. Bura çıxa bilər bura. Bunlar necə təzə gəlib, mənim dostlar. Yoxsa yox. Əvvəldən görməmişəm bunları. Qaqda çıxa bilmər, nəyə girdim bə mən bura? Mırt tuturlar adamı. Tez bura. Çıx, hafıza getdik. Benzin bidon götürənmədi, nəsə başımda. Nasıl milyondan var. Təzə limanlardadır, qabaqdadır. Çəkil ota bil, görürsən gəlirəm. Sən gəl mənə buradan girsən. Həqiqət çək, gir. Təzə liman. Baxın, təzə limana gəlib çatdıq. Görək, yaxşıdır mı, pisdir mi? Bir dəfə tullandıq. Bir kas keç, bir dəfə tullandıq. Mən gəl bir də drona baxaq limana. Tullamaq şey var, tullanarıq oradan sonra. Da nüklər atom bombası şey var ha. Qaqa məcə elərsən? O təbii ki, Rus oyunudur deyə. Yəni Rusiyada da belə atom bombası, nüklər bomba var deyə. Qaqa bunu uşaqlar oynayır. Məncə bunu gətirmələr məsləhət olmadı. Bir çox bəlkə bundan animasiya zad eləyə bilərlər. Edit zad, partlamaqla əlaqəli. Yəni oyunların çoxunu uşaqlar oynayır. Böyüklər oynamır ki. Uşaqlar oynayır, qorxub eləyərlər birdən. Bu nədir ay qaqa? Yaxşı ki, üstündə atom bombası zadı yoxdur. Yanğın şahisi var. Uşaqlar başa düşərlər də yanğın şahisini. Yaxşı ki, atom bombası zadı yoxdur. Yazıq qorxardılar hamısı. Gəlib üstümüzə düşəcək bu. Sağ yuxarı. Bu nədir? Gəmi liman da elə. Cavanca bunları qoyurlar gəmi içinə bunları. Nə yazılıb? Prestigi. Biləm rastgele yazılıb. Yapışıb gəzdi yeri. Qatılmaq olmur, internet bağlantısı gerektir. Evet, aslında düzəldəcəklər online'ı. Karpanga Allah şükür belə bir problem yoxdur. Allah, limana yekədik. Sən qaydaq bir dənə girək oradan. Tullanaq demişsən gəlib bura girə bir dənə. Görə bu nədir belə? Buna da Qobustan qayası, qızqalası nədir o bu? Qaladır yoxsa qızqalası nədir o bu? Qayıs yuxarı çıxın. Oo, maşallah. Sən oraya çıxsan, Amerikan görərsən oradan. Sən demə Amerikan görərsən oradan. Allah dal dəydir oradan. Opana James Sad yazıb üstünə. Gəmdən gəlib tullanaq. 7529 şey var. Pulumuz var. Otoqaleriyaya bəlkə gedək. Gedək otoqaleriyaya. Video çox uzanacaq, amma gəlin gedək otoqaleriyaya. Yəni şey eləyək otoqaleriyalardadır. Yəni bunu işarətçisini ayarla. Otoqaleriya deyəm, avtosalona. Tələ görəv tutacaq da. Mənə də 1800 var. Mənə çatıb. Nömrə niyə Karsim 2 yazılıb ki? Tullanmaq yer hardadır. Bunun arasına keçə bilərəm. Yaxıl. Tullanmaq yer hardadır dostlar. Bu tərəfdədir. Budur. Burada tullama şey var idi dostlar. Ay rəsəcən çıxdı. Buydu. Bunlar idi. Ora gedə bilməliyik. Yəni buradan yana tullanaq gedək. Nə qədər neçə bilinmədi. Məsələləri devir 20-dir. 20 dənə eləməliyik. İndi 14 oldu, 15 oldu. Hə, bunları devirməliyik. 16, 17, 18, 19 avtosalona gəldik. Bu nə yandı burada? Avtosalona gəldik, Allah'a şükür gəlib çata bildik bura. Buradan bir dənə keçə bilsə yapısa. Bura bizim təzə avtosalonumuzdur. Gedək. İlk maşın bu Opel Astra'dır. Opel Astra H modelini deyirlər, H modelini. 200 sürət var, 1248-də ağırlığı var. Qışaydı amma maşın ama. Bir içsinə gəzək, içsinə baxaq. Oba. O, nə qışaydı içsi? Monitorda da var, rəngli monitor. Oho, qəşəng çıxılı. Mr. Bir maşın oxşayır. Oba, 140 deyə sürət, nə çoxdur ha. Formula 1-dən də çoxdur, yoxsa 140 sürət, həqiqətən. Bu qədər də çoxdur. O, həqiqətən çox yaxşıdır bunun da.
Offroad maşını ola bilər bu. Arxasında mı oturmaq olmur? Niva kimidir? Deyəsən qabaqdan keçsən arxanıza otursan. Bağış qapı kimi açır qəşəng. Əsl vəhşi bu deyir. Opa. Oy. Çöldən sürmək olur elə bunu. 385 sürət. Məncə təzə güncəlmədə elə buraları dolduracaqlar. 1-2 təzə güncəlmədə də 5 maşın gələcək. Səhv eləmirəmsə ki 5 dənə yer qalıb. 150 sürətdə elə 150 minə də almaq olur. Nəysə, içinə baxaq. Tesla kimi şeydir. Benzin işləmir. Elektriklidir. İçindəki motordan bildim. Nədir? Lexus'dur, Chevrolet Cruze oxşamır dostlar bu. Mən bilən Chevrolet Cruze oxşayır bu. Bilmirəm oturuq içində. Amma bilən Toyota logosu deyəlim. Toyota Corolla zat deyəlim. Görürsünüz kimi belədir. 240 sürətdə, 12-də 150 idi. Nəysə dostlar, görürsünüz kimi avtosalon zat belədir. İçində monitor zat da var maşınların. Məncə qəşəng oldum. İçində monitor olmağı yaxşı olur maşınların. Qəşəng görkəm zat verir. Nəysə, gələn videoları görüşərik. Yəni dediyim kimi hansı maşınları və qarajı zada almağımı istəyirsə yazmağı unutmayın. Sağ olun, gələn videoda görüşərik.